istəyirlər ki, bu evləri söküb özlərinə mülk eləyirlər. Deyirəm niyə? Deyir qəzalıdır. Qəzalı da göstər də qəzasını. Gəldim günorta abed vaxtı, evə girəndə gördüm 6 cüt ayaqqabı var. Deyirəm ki, siz kimsiniz? Barometrin qaynar xəttinə 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsi 7A ünvanında yerləşən binanın sakinlərindən şikayət daxil olub. Sakinlər bildirirlər ki, bir qrup şəxs əlində heç bir sənədi olmadan əsassız formada binanın söküləcəyini iddia edərək evlərinə baxış keçirirlər. Sonuncu dəfə kim gəlib, nə vaxt gəliblər sizin evinizə baxış keçirməyə? 6 nəfər idi də. Onlar dedi şəhər salmadır. Şəhər salma dövlət zadıyıq. Biz burada bu binalar 7A, B sökülməlidir. Deyirəm niyə? Deyir qəzalıdır. Qəzalı da göstər də qəzasını. Amma indi gəlməmişlər bizə. Gələndə mən evdə olanda 2020-ci il edərəm. O vaxt gəldilər, ölçdülər, biçdilər. Dedilər başlayacaq. Sonra Qarabağ müharibəsi başladı. Dedilər ki, bunları göndəriblər, bunlar gediblər Qarabağ tikmə, daha doğrusu müharibədən sonra. 2 ay bundan qabaq gəldilər. Mən gəldim günorta abed vaxtı, evə girəndə gördüm 6 cüt ayaqqabı var. Deyirəm ki, siz kimsiniz? Hardan gəlmisiniz? Hansı təşkilatdan gəlmisiniz? Bir sənəd verin, görək. Bura özəldir, kooperativ binadır. Bu torpaq da özəldir, bu binalar da özəldir. Siz tikirsiniz, keçin o tərəfdə kinoteatr var, sökün, tikin. Köhnə, uçuq, dağıq yerdir. Gözəl binadır burada, cəmaət burada yaşayır. Hamı burada biri-birini qəşəng tanıyır. Yəni burada bilinmədən kim tərəfindənsə gəlir bir qurum adamlardır, istəyirlər ki, bu evləri söküb özlərinə mülk eləyirlər, qutaranı. Mövzu ilə bağlı Binəqədi rayon bələdiyyəsinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Antik MMC şirkətinin təqdim etdiyi sənədlərə görə Süleyman Sani Axundov küçəsi 7A və 7 ünvanında olan binalar plana düşüb və yerində yüksək mərtəbəli binalar tikiləcək. Nə vaxt işin başlanılmasına dair dəqiq məlumatımız yoxdur. Mövzu ilə bağlı tikinti şirkəti ilə əlaqə saxladıq. Qəzalıdır, fövqəladə hallardan da bizim rəyimiz də var, qəzalı olma barədə və söküntü layihəsinə kimi hamısını almışıq. Sakinlər razılıq veriblər də, hə? Yəni evlərin sökülməyinə filan heç bir narazıçılığı yoxdur? Veriblər deyəndə ki, bəli, çox hissəsi razıdır. İndi müəyyən hissələri var, verdiyi təkliflər var da. Məsələn, biri deyir ki, bizə hazır ev verəsiz, köçərik. İndi danışıqlar gedir. Yəni bir 70-75% cəmaatdan artıq hamısına deyilib, hamısı bilir, mənzilləri də ölçülüb. Bizim şirkət tərəfdən yəni xəbərləri var, bəli. 20-25% artıq kvadratdan həmin binalarda evlər veriləcək olar. Ora artıq adamlar gəlib, o da nədir? Mən onu araşdırdım. O bu dəqiqə bilirsiniz də bu dələduzluq boşalıb gedir respublikanı. O maklerlər tərəfindən gəliblər, yalandan oranı təklif ediblər ki, satışdadır, yalandan klient gəliblər. Mənə ona xəbər verdilər, şəhər salmadan araşdırdım, heç kəs gəlməyib, boş söhbətdir. Həmin o yer bu dəqiqə fövqəladə hallarda da, şəhər salmada da bizim şirkətin adı ilə, yəni büyümə qədər bizim bu şirkətin Billu Rezidensin adı ilə qeydiyyatdadır. Daxil olan şikayət əsasında məsələni aydınlaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan bildirildi ki, qeyd olunan ünvana onların nümayəndə heyəti tərəfindən heç bir baxış keçirilməyib. Bu açıqlamadan belə nəticəyə gəlmək olar ki, özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən bəzi şəxslər insanları aldatmaqla məşğuldur. Bu cür halların qarşısını almaq üçün vətəndaşlar diqqətli olmalı, özlərini və ailələrini qorumaq məqsədi ilə evə gələn və özünü qurum nümayəndəsi kimi təqdim edən hər bir şəxsdən rəsmi sənəd tələb etməlidirlər.